bu dəqiqə immunitetin dediyim kimi aşağı düşən vaxtıdır və virusun inkişaf edən vaxtı. Ona görə qorunun. Mən elə sizə göstərim. Mən görüşəndə də əl vermirəm, məsafə saxlayıram və koronavirus dövründə olduğu kimi yumruq-yumruğa bax belə salam verirəm ki, salam. Siz bilirsiniz ki, insanlar görürsən burnunu silir, üzünü silir, ora-bura, yəni əl verirlər və virusu yoluxdururlar. Ona görə mütləq hansı vasitələrlə olur olsun, məsafə saxlayın. Soğandan, sarımsaqdan geniş şəkildə istifadə edin. Sarımsağı doğrayın, soğanı doğrayın nəlbəkidə stolun üstünə qoyun. Əgər virus varsa, o profilaktik məqsədləndir. Ancaq bol miqdarda qəbul edin. Əgər görsəniz, siz elədiniz ki, artıq yoluxmusunuz, soğan suyunu burnunuza 2 saatdan bir tökün. Uşaqlarda mütləq su ilə qarışdırın. Özünüz də dözə bilməsiniz. Bu dəqiqə soğan, acı soğan məsələsi bitib. Soğan hamısı şirinləşib. Zamanədəndir, nədəndir, sortundan da onu deyə bilmərəm. İndi doğrudan da xeyli dərəcədə ciddi deyirəm ki, acı soğan yox dərəcəsindədir. Çox gözəl effekt verir. 2 saatdan bir burnuna tökürsən, virusu məhv edir. Bir də Perex. Bir hissə Perex, bir hissə də su, 3%li Perex. Qarışdırırsan, burnuna tökürsən, 5-6 saat tam dayandırır, ifrazatı təmizləyir, çox gözəl effekt verirsən.